Salam uşaqlar, bugünkü dərsimiz 7-ci sinif fizika üçün yenilənmiş qiymətləndirmə tapşırıqları kitabından testlərin həllidir. Elektrik cərəyanı bölməsindən başlayaq. Cərəyan şiddətinin vahidi hansıdır? 1 amper. 2-yə baxırıq. Şəkildə elektrolitik vanna və orada elektrik cərəyanı yaradan zərrəciklərin hərəkət istiqaməti göstərilib. Onlar hansı zərrəciklərdir və bu dövrdə cərəyanın istiqaməti necədir? Deməli, baxırıq ki, cərəyanı yaradan sərbəst elektronlardır. Onlar sağa doğru hərəkət edir. Dövrdə cərəyanın istiqaməti isə müsbət yüklərin hərəkət istiqamətində götürülür. Deməli, cərəyanı yaradan elektronlardır və onlar da sağa doğru hərəkət edir. Yalnız mənfi ionlar, deməli, burada baxırıq, yalnız mənfi ionlar və sağa doğru hərəkət edir. Cərəyanın istiqaməti istəsə bizdən cərəyanın istiqaməti müsbət yüklərin hərəkət istiqamətində götürülür. Cavabımız olar Y variantı. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Baxırıq, yenə elektroskoplar verilmişdir. Mənfi yüklü kürə, müsbət yüklü kürə, digərində müsbət və mənfi yüklü kürələr qoyulmuşdur. İzolyasiya tutacağı olan keçirici elektroskoplara toxunduqda elektrik cərəyanı keçirir. Hər ikisində 1-ə yazarıq bura. Cərəyan sola yönəldilir. Cərəyan həmişə müsbətdən mənfiyə doğrudur. Müsbətdən mənfiyə doğru sola. Birinci elektroskoplarda, deməli, bura yazarıq 2. Cərəyan sağa doğru yönəlir. Yenə müsbətdən mənfiyə doğru ikinci elektroskoplara aiddir. Bura yazarıq 3. Cərəyanı elektronlar yaradır hər ikisində. Cərəyan qısa müddətli olacaq hər ikisində. Cavabımız olar 2, 3, 1, 4, 5. Baxırıq 2, 3, 1, 4, 5 B variantımız. 4-cü tapşırığa baxaq. Lampada 5 dəqiqə ərzində 300 kulon yük çəkərsə cərəyan şiddətini hesablayın. Artıq biz dərsimizdən bilirik ki, cərəyan şiddəti Q bölünsün T'dir. Q'nun yerinə yazarıq 300. 5 dəqiqəni də saniyəyə çevirərik. 5 vur 60. O da eləyər 300. Bərabərdir 300 bölü 300 1 amper. Cavabımız olar A variantı. Ampermetrlərin hansı sıxaclarının mənbəyin müsbət və mənfi qütbünə birləşdiyini müəyyən edin. Baxırıq, burada uzun xəttimiz müsbət qütbdür, qısa xəttimiz mənfi. Onda B müsbət olar, A mənfi olar. Buradan gəldik C mənfi olar, D müsbət olar. Buradan gəldik Y mənfi olar, F də müsbət olar. Baxırıq, burada B, D, F müsbət olar. A, C, Y mənfi olar. Cavabımız olar B variantı. 6-cı tapşırığa baxırıq. Hansı ifadələr doğrudur? Elektrik cərəyanı sərbəst elektrik yüklərinin istiqamətli hərəkətidir. Doğrudur. Elektrik cərəyanı yalnız sərbəst elektronların istiqamətli hərəkətidir. Deməli, burada yüklər də bu olmaz. Elektrik cərəyanı yalnız sərbəst elektronların hərəkət istiqamətindədir. Bu doğrudur. 1 yanlışdır. Cərəyanın istiqaməti mənfi yüklərin hərəkət istiqamətli üst-üstə düşür. Olmaz. Cərəyanın istiqaməti müsbət yüklərin hərəkət istiqaməti ilə üst-üstə düşür. Elektrik cərəyanı yalnız sərbəst protonların istiqamət hərəkətindədir. Bu da yanlışdır. Düzgün cavabımız olar 2 və 4. 7-ci tapşırığımıza baxırıq. Elektrik sobası şəbəkəyə qoşulub. Birləşdirici naqildə cərəyan 5 amper olarsa 20 dəqiqə ərzində onun en kəsiyində nə qədər kilokulonla, yəni elektrik yükü keçər. Deməli, bilirik ki, I bərabərdir Q bölünsün T'dir. Buradan bizə Q lazımdır. I vur T. I-nin yerinə yazarıq 5 vurulsun. 20 dəqiqəni də saniyəyə çevirərik. 20 vur 60. Eləyər 1200 saniyə. Vur 1200 saniyə. Bərabərdir 12-ni 5-ə vurarıq. 60 yanında da 2 0 qoyarıq. Kulon. Bizdən də kilokulon istədiyindən 1000-ə bölərik. 6 kilokulon. Uyğunluğu müəyyən edək. Baxırıq, burada 200 kiloamper. Biz bunları aşağıdakı A, B, C, D, Y ilə uyğunlaşdırmalıyıq. Deməli, baxırıq 200 kiloamper eləyər 200 min amper. 200 milliamper eləyər 1000-ə bölərik 0,2 amper.
200 mikroamper eləyər 6 dənə vergül qabağa apararıq. Vergül 6 qabağa apararıq. 1, 2, 3, 4, 5, 6 eləyər 0,10 amper. İndi baxaq cavablarımıza. Baxırıq, burada da 200 min amper oldu. 200 min amper D'dədir. Deməli biz 1'i çevir, 1'e D olar. Sonra baxırıq 0,2 amper oldu. İkincini çevirmişdik. 2'ye A olar. Sonra baxdıq 0,10 amper oldu. 10.2 amperde Y variantı oldu. 9-cu tapşırığımıza baxırıq. Şəkildə göstərilən ampermetrlərdən hansı zəngdəki cərəyan şiddətini ölçür? Zəngə birləşdirilən ampermetr, yəni A1 ampermetri zəngdəki cərəyan şiddətini ölçür. Həmin ampermetrin sağ sıxacı cərəyan mənbəyin hansı qütbünə birləşdirilmişdir? Həmin amperin sağ tərəfi bu tərəfdir. Burada mənfi qütbdür. Deməli, burada mənfidir. Birləşmə düzgün olmasa nə baş verər? Birləşmə düzgün olmasa burada qısa qapanma baş verir və cihazlar işləməz. 10-cu tapşırığımıza baxırıq. Tramvay dövrəsindən 10 amper cərəyan keçir. Neçə günə dövrədən baxırıq, bura 3.456.000 kulon yük keçər. Deməli, I bərabərdir 10 amper. Q bərabərdir 3.456.000 kulon. Tapmalı T'ni. Bərabərdir so. Baxırıq, I bərabərdir Q böl T'dir. Biz buradan T'ni tapanda Q'nu İ'yə bölərik. Q bölünsün I. Bərabərdir. Q'nun yerinə yazarıq. 3.456.000 böl 10. Bir sıfırımız ixtisar gedər. Qaldı burada 3 milyon. Deməli, buradan bir sıfırımız getdi. Qaldı 345.600. Deməli, bu da eləyər 345.600 saniyə. Bizdən neçə günə istəyir? Deməli, biz bunu günə çevirməliyik. Baxırıq ki, burada biz birinci saniyəni saata çevirək. 1 saatımız 3600 saniyədir. Onda 345.600 saniyəmizi də vurarıq. 1 saniyəmiz də 1 bölünsün 3600'dür. Bərabərdir. Deməli, 345.600 bölünsün 3600. Buralarda 2 sıfırımız ixtisar gedər. Qaldı 3.456 bölünsün 36. Bu da eləyər. Deməli, olar 96 saat. İndi bizdən gün istəyir. Deməli, bir günümüz 24 saatdir. Onda biz 96 saatı da 24'e bölərik. 96 bölünsün 24. Bu da eləyər 4 dəfə 16 bir yerdir. Deməli, 0 elədi 4 gün. 4 günə deməli burada 3.456.000 kulon yük keçər. Bugünkü tapşırıqlarımız bu qədər. Suallarınızı rəy bölməsində yaza bilərsiniz. Sağ olun.